Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Həqiqi ədədlər mövzusunu izah ilə qarşınızdayım. Nədir həqiqi ədədlər? Həqiqi ədədlər bizim hal-hazırda tanıdığımız, istifadə elədiyimiz ədədlər içərisində ən geniş olan ədədlər çoxluğudur. Həqiqi ədədləri biz R hərfi ilə işarə edirik. Həqiqi ədədlərin içərisinə natural ədədlər, tam ədədlər, rasional və irrasional ədədlər çoxluğu daxildir. Natural ədədlər haqqında artıq məlumat sahibi olduğumuz üçün mən keçirəm tam ədədlərin izahına. Nədir tam ədədlər? Tam ədədlər, natural ədədlər, onların əksi və 0 daxil olan ədədlər çoxluğudur. Yəni -2, -10, -25, 0 və s. Bu tipli bütün ədədlərin daxil olduğu ədədlər tam ədədlərdir və Z hərfi ilə işarə edilir. Natural ədədlər çoxluğu da biraz əvvəl qeyd etdiyim kimi bu çoxluğun içərisinə daxildir. Keçirəm rasional ədədlərə. Rasional ədədlər. A bölünsün B şəklində ifadə oluna bilən ədədlər rasional ədədlər adlanır. Məsələn, -2 ədədini götürsək, bu rasional ədəddir. Soruşarsınız ki, müəllim, hardadır bu -2 A bölünsün B şəklində ifadə olunub? Biz bilirik ki, bu şəkildə ifadələrin məxrəcinə 1 yazıla bilər. Yəni, -1-də 2 şəklində göstərmək mümkündür. Əlavə olaraq bunu -2-də 4 və yaxud da -3-də 6, 4-də 8, 5-də 10 və s. kimi də göstərmək olar. Gördüyünüz kimi, bunlara bu tipli nümunələri göstərmək olar. Yəni, bundan əlavə tutalım ki, 2-də 5 olsun, -7-də 4 kəsri olsun və s. Bunlar da yenə daxildir rasional ədədlər çoxluğuna. Rasional ədədlər çoxluğu Q hərfi ilə işarə olunur. Yəni, yazdıqlarından aydın olur ki, həm tam ədədlər, həm də natural ədədlər rasional ədədlər çoxluğuna daxildir. Keçirəm irrasional ədədlər çoxluğuna. İrrasional ədədlər çoxluğu pi ədədi, y ədədi, daha sonra kök çıxmayan ədədlər, yəni məsələn kök altda 5, kök altda 17, tutalım ki, bu şəkildə 2, 1, 2, 6, 3, 5 və s. bu şəkildə qarışıq formalarda yazılıb, dövr şəklində göstərilə bilməyən kəsrlər verilib. Bütün bunların hamısı daxil olur irrasional ədədlər çoxluğuna. Pi ədədi ilə artıq az da olsa tanışıq, növbəti mövzularda daha dərindən tanıyacağıq. Kök altda 5, kök altda 17 və s. kimi ədədlər isə bilirik ki, bunlardan kök çıxmır, kök almaq mümkün deyil. Bu tipli ədədlər adlanır irrasional ədədlər çoxluğu və irrasional ədədlər çoxluğuna i hərfi ilə işarə edirik. Gördüyünüz kimi, irrasional ədədlər çoxluğunun içərisinə nə natural ədədlərdən, nə tam, nə də ki, rasional ədədlərdən heç biri daxil deyil. Ona görə bu, əlavə olaraq başqa bir çoxluqdur. Amma bütün bu qeyd elədiklərim elə mövzunun izahına başlayarkən də dediyim kimi, rasional ədədlər çoxluğuna daxildir. Məsələn, belə bir böyük çoxluq çəksəm, buna mən deyim ki, olsun rasional, həqiqi ədədlər çoxluğu. Həqiqi ədədlər çoxluğu öz içində bölünür 2 hissəyə. Bu balaca hissəyə irrasional ədədlər deyirəm, bu böyük hissə rasional ədədlərdir. Q yazıram. Bunun daxilində var tam ədədlər, Z ilə işarə etmişdik. Tam ədədlərin daxilində isə var natural ədədlər çoxluğu. Baxın, gördüyünüz kimi, bu şəkildə də sxem vasitəsilə təsvir edə bilərik. Həqiqi ədədlər çoxluğu ən çox sxematik olaraq ədəd oxu üzərində göstərilir. Nədir ədəd oxu? Ədəd oxu bu şəkildə bir düz xətt parçasıdır. Bunun üzərində hesablama başlanğıcı, bizim onu 0-la ifadə edirik. Biz bunu 0-la ifadə edib və 0 olaraq tanıyırıq. Bunun üzərində həm sağa doğru, həm sola doğru aralarındakı məsafələr eyni olan, yəni bərabər bölgülər olan bölgülər formasında yazırıq və bunun üzərində nöqtələr qeyd edirik. Tərif şəklində deyə bilərik ki, üzərində hesablama başlanğıcı və
bərabər bölgülər qeyd edilən düz xəttə ədəd oxu deyilir. Ədəd oxu üzərində qeyd elədiyimiz nöqtələr, məsələn, burada deyək müsbət 2 olsun, bu tərəfdə isə deyək mənfi 2. Baxın, mənfi 2 ilə müsbət 2 sıfırdan eyni məsafədədir, gördüyünüz kimi. Bu şəkildə ədədlər adlanır, əks ədədlər. Baxın, yəni araya bir güzgü deyək ki, misal olaraq bənzətmə kimi. Araya bir güzgü tutsam, 2-nin görəcəyi mənfi 2 olur. Buna görə deyirik ki, mənfi 2-nin əksi müsbət 2, müsbət 2-nin əksi isə mənfi 2-dir. Unutmayaq ki, əks ədədlərin cəmi isə sıfıra bərabərdir. Bunu da qeyd edim. Deməli, yuxarıda mən məsafə anlayışı qeyd elədim. Nədir məsafə? Məsafə hər hansı bir nöqtənin hesablama başlanğıcından olan uzaqlığıdır. Məsələn, bura mənfi 5 və A nöqtəsi adlandıraq bunu. A nöqtəsindən sıfıra qədər 5 vahidlik məsafə var. Baxın, burada bu mənfi olsa belə, mən məsafəni hər zaman müsbətlə ifadə edəcəm. Deməli, məsafəni nə oldu? Yəni, necə ifadə etdik? Müsbətlə ifadə etdik. Və bu məsafə anlayışından modul anlayışı yaranır. Yəni, məsələn, mənfi 5 ədədinin modulu, yəni hesablama başlanğıcından olan məsafəsi olur nə? Müsbət 5. Yəni, modul içərisinə daxil olan, istər mənfi ədəd olsun, istərsə də müsbət ədəd olsun, ondan müsbət ədəd olaraq çıxır. Tutalım ki, ədəd oxu üzərində hər hansı 2 nöqtə qeyd olunub. Hesablama başlanğıcımızı qeyd edirəm. Bura A nöqtəsi deyirəm 5 olsun. Bura isə B nöqtəsi deyirəm olsun mənfi 7. Baxın, bu formada ədəd oxu üzərində 2 nöqtə arasındakı məsafəni taparkən həmişə sağda olandan solda olanı çıxmalıyam. Məsələn, 5-dən çıxıram mənfi 7-ni. Bu olur bu şəkildə 12. Yəni, buradan bura qədər 5 vahid, buradan bura qədər isə 7 vahid var. Bunu bu şəkildə toplaya da bilərik, amma ən gözəli hər bir bu tipli misala tətbiq eləyə biləcəyimiz odur ki, sağda olandan, yəni böyük olandan kiçik olanı çıxırıq. Cavab müsbət alınsın deyə. Əgər hər ikisi mənfi olarsa, yenə eyni şey keçərlidir. Məsələn, deyəlim bura mənfi 3, bura olsun mənfi 5. A nöqtəsi, B nöqtəsi. A və B arasındakı məsafəni tapmaq istəyirəmsə, yenə A-dan B-ni çıxacam. Olacaq mənfi 3 çıxılsın 5, bu da eləyir 2. Baxın, bu asanlıqla görünür. Sadəcə olaraq bəzilərində həm kəsr formasında və yaxud da daha böyük rəqəmlər verilə bilər. Mən sadəcə sizə göstərmək üçün daha kiçik ədədlər götürüb onlardan istifadə elədim. Gəlin modul anlayışını biraz daha genişləndirək, moduldan danışaq. Deməli, yuxarıda qeyd elədiyim kimi və sizin də bildiyiniz kimi modul içərisinə daxil olan hər şey, yəni mənfi də olsa, müsbət də olsa, müsbət şəkildə çıxır. Biz belə bir misal yəqin ki, qarşılaşmış olarsınız, qarşılaşmamısınızsa da bu formada mütləq ki, qarşınıza çıxacaq. Siz bunu görəndə heç vaxt təəccüblənmirsiniz, sual səhvdir, müəllim çapda səhv düşüb, falan filan kimi bəhanələrin arxasına sığınıb, misal qoyub, qorxub qaçmırıq. Baxın, əgər burada bu formada bir misalla qarşılaşsaq, bizim ağlımıza avtomatik o gəlir ki, x mənfidir. Yəni, x kiçikdir 0-dan. Məsələn, bunu necə yazım? Deyirəm ki, x olsun mənfi 2. Modulda mənfi 2-ni mən mənfi və mənfi bu şəkildə. Baxın, demişik axı, 2 mötərizə bu şəkildə arxa-arxaya düşdüyündə müsbətə çevrilir. Baxın, bu formadadır. Yəni, sadəcə olaraq biz x-in nə olduğunu bilmirik, mütləq qiymət, yəni öz qiymətinin nə olduğunu bilmirik deyə onun qarşısına mənfi yazırıq ki, yəni sadəcə olaraq 0-dan kiçik olduğunu bilirik, amma neçə olduğunu bilmirik. Ona görə x-in qarşısına mənfi yazıram ki, o qiymət hər nə olacaqsa olsun, bu mənfi onu müsbətə çevirsin, çünki bu moduldan çıxıb. Bu hər zaman belə olacaq. Biz məsələn belə bir ifadə görsək, tutalım ki, x çıxılsın y verilib və bizə qeyd olunub ki, x kiçikdir y-dən. X y-dən kiçikdirsə, avtomatik bilirik ki, yəni burada mənfi alınacaq cavab. Kiçikdən böyüyə də çıxdıqda alınan cavab da mənfi olur. Ona görə biz bunu nə edirik?
qarşısına mənfi yazaraq çıxardırıq. X çıxılsın y bərabərdir. Baxın, bu x mötərizə içərisindəki ifadələrin hər birinin işarəsini dəyişir. Baxın, bunu sadəcə olaraq səliqəyə salmaq, yəni belə desək ki, səliqəyə salmaq məqsədi ilə y çıxılsın x formasında yazıram. Yəni, mənfi x üzərinə gəlinsin y-də toplananların yerini dəyişirəm. Yəni, toplamanın yer dəyişmə xassəsindən istifadə edərək yerini dəyişirəm. Yəni, bunu bu qədər uzatmadan siz bunu qısaca olaraq y çıxılsın x formasında da çıxarda bilərsiniz. Amma bunu unutmayın. Hardan gəlir, necə alırıq bunu unutmadan, yəni bu arada gedən prosesi unutmadan bunu bu formada rahatlıqla yaza bilərsiniz. Modulun bir neçə xassəsi var, onu qeyd eləmək istəyirəm. Məsələn, birinci xassə, tutalım ki, bu olsun, x çıxılsın y bərabərdir. Yenə modul daxilində y çıxılsın x. Yəni, burada yerlərini dəyişərkən sadəcə işarələr dəyişir. Biz demişik ki, modul daxilində işarənin çox da bir önəmi yoxdur. Onsuz da mənfi də olsa, müsbət də olsa, nəticədə müsbət çıxacaq. Sonra nə qeyd edeyim? X çıxılsın y bərabər deyil təbii ki. Böyük bərabərdir. X çıxılsın modulda y. Deyərsiniz mənim, bu necə olur, hardan alırıq? Gəlin yerinə ədədlər qoyaraq yazaq. Məsələn, mən x-a deyim, x bərabərdir 2 olsun, y bərabər 4 olsun. Modul daxilində 2 çıxılsın 4 bərabər olur modul daxilində mənfi 2 və bu da olur müsbət 2. Mən isə bunu modul daxilində 2 çıxılsın modul daxilində 4 şəklində gətirməyə çalışıram. Niyə? Çünki yuxarıda qeyd elədiyimi isbat eləmək istəyirəm. Bu xeyli arada A qalıb. Baxın, bu. Bunu isbat eləməyə çalışıram ki, bunu bu formada yazdım. Çünki hər kəsin ilk ağlına gələn bu olur ki, parçalayım, ayrı-ayrı modullarda çıxardım. Gəlin, baxaq, olur mu? Deməli, modul 2-dən 2 çıxacaq, çıxılsın 4, bərabər mənfi 2. Deməyin, ay müəllim, modulda niyə mənfi çıxdı? Moduldan mənfi 2 çıxmadı. Buradan da müsbət çıxdı, buradan da müsbət çıxdı. Sadəcə olaraq kiçik müsbət ədəddən daha böyük olan bir müsbət ədədi çıxdıqda cavabın mənfi alınması çox normaldır. Baxın, yuxarıda müsbət çıxmışdı, aşağıda isə artıq alındı mənfi. Mən müsbət ədəd də bilirik ki, mənfi ədəddən böyükdür. Baxın, böyüklüyünü isbat elədik. Bəs bərabərliyini necə isbat eləyərəm? Məsələn, x deyərəm 4 olsun, y deyərəm 2 olsun. Modul daxilində 4 çıxılsın 2-ni, modulda 4 çıxılsın modulda 2 şəklində yazsam, 4-dən 4, 2-dən 2 çıxır. Yenə 4 çıxılsın 2 bərabərdir 2 alınır. Yəni, zaten 4-dən 2 çıxsam da 2 eləyir, moduldan 2 çıxır. Modul 4-dən modul 2 çıxsam da yenə müsbət 2 alınacağı üçün bərabərlik yarandı. Deməli, bərabərlik və böyüklük nə vaxt yaranır? Necə olur? Burada göstərmiş olduq artıq. İndi isə digər xassələrə 3-cü xassəni qeyd eləyim. 3-cü xassə x plus y kiçik bərabərdir. X plus, doğrusu modul x plus modul y şəklində olacaq. Bunun da yerinə öz-üzdən ədədlər qoyaraq tapa bilərsiniz. Yəni, ədədin biri mənfi, gəlin elə mən yazım. Biri mənfi, digəri olsun müsbət. Məsələn, mənfi 2 üzərinə gəlinsin 4 bərabər olurmu? Modul daxilində 2-yə. 2-dən də 2 çıxır, gördüyümüz kimi. İndi isə mən bunu buradakı bu modul x üzərinə gəlsin, modul y şəklində yazmaq istəyirəm. Modul mənfi 2 plus modul müsbət 4. Müsbət 2 plus 4 bərabərdir 6 olmuş olacaq. Baxın, 6 2-dən böyükdür. Bərabərlik nə zaman yaranır? Bərabərlik hər ikisi eyni işarəli olarsa 6 yaranmış olur. Bu da bu formada. Keçirəm 4-cü xassəyə. 4-cü xassəmiz modul x vurulsun y bərabər olur modul x vurulsun modul y-ə. Sonra gəlirəm 5-ci xassəyə. Modul x bölünsün y bərabərdir modul x bölünsün
modul y olur. Burada təbii ki, y məxrəcdə olduğu üçün mütləq ki, y-i sıfırdan fərqli götürməliyik. Əlavə bir xassə 6-cında qeyd edeyim. Modulda x-in üstü məsələn k ədədi olsun, bərabərdir. Modulda x-in üstü k. Burada k təbii ki, daxil olmalıdır natural ədədlər çoxluğuna. Bu da belə. Yəni əgər qaranlıq qalan, məsələn, hesablamağa ehtiyac duyduğunuz bir ədəd bir ifadə olarsa, daha doğrusu xassə olarsa, yerinə ədədlər qoyaraq rahatlıqla yoxlaya bilərsiniz. Yuxarıda 2 dənəni yoxladım. Məncə kifayətdir, əlavə yazmıram. Gəlirəm ədədin tam və kəsir hissəsinə. Həqiqi ədədlərdə ən çox istifadə olunan test tapşırıqlarında, daha doğrusu yazılan test tapşırıqlarının həllində istifadə olunan mövzu. Tam və kəsir hissə. Tam və kəsir hissə, tam hissə nədir? Əvvəlcə bunun tərifini qeyd etmək istəyirəm. Deməli, tam hissə ədədin özünü aşmayan və bu ədədə, yəni ədədin özünü aşmayan və bu ədədə yaxın olan da aşmadan ona yaxın olan. Daha doğrusu bunu ən böyük tam ədəd kimi də ifadə edə bilərik. Yəni ədədin özünü aşmayan ən böyük tam ədədə bu ədədin tam hissəsi deyilir. Məsələn, götürürəm 7,3-ü. Baxın, 7,3-ü ədəd oxunda göstərsəm, bura 7 olsun, bura 8 olsun. 7,3 hardasa buralara düşür. 7,3. 7,3-ü aşmayan, yəni ondan böyük olmayan və ona ən yaxın tam ədəd hansıdır? 7. Ona görə biz deyəcəyik ki, 7,3 ədədinin tam hissəsi 7-dir. Tam hissəni də bu şəkildə ifadə edirlər. Məsələn, tam hissə 7,2, yuxarıda 3 qeyd eləmişdim. 7,3 bərabərdir 7 olur. Kəsir hissə nədir? Kəsir hissəni bu şəkildə ifadə edirik. Kəsir hissə 7,3 bərabərdir ədədin özü çıxılsın onun tam hissəsi. Olacaq 0,3. Baxın, bunu qeyd edeyim, vurğulayım. Tam hissə hər zaman 0-dan böyük bərabər. Gəlin elə bunu bir müəyyən ailədə ilə ifadə edeyim. 1-dən isə kiçik olmalıdır. Yəni 0 ilə 1-in arasında yerləşəcək. Bunu unutmayın. Əgər ədədin mənfi olarsa nə edəcəm? Məsələn, mənfi 7,3 olsa, yenə gəlin ədəd oxu üzərində sizə göstərim. Deməli, bura deyirəm 7 olsun, mənfi 7, bura olsun, mənfi 8. 7,3 hardasa buralarda olacaq. Elə buranı qeyd edirəm. Baxın, mən demişəm ki, ədədin özünü aşmayan, ona ən yaxın olan tam ədəd. Amma ən böyüyünü götürməliyəm da. Məsələn, biz bilirik ki, mənfi 7, mənfi 7,3-dən böyükdür. Biz nə demişik? Böyük olmasın, onu aşmasın, ona ən yaxın olsun. Bu isə mənfi 8 ədədi olacaq. Deməli, mənfi 7,3-ün tam hissəsi oldu mənfi 8. Bəs kəsir hissəsi nə olacaq? Gəlin hesablayaq. Mənfi 7,3-ün kəsir hissəsi bərabərdir ədədin özü, yəni mənfi 7,3 çıxılsın onun kəsir hissəsinin tam hissəsi, yəni mənfi 8. Deməli, bunun da bunu çıxacam. 7,2. Baxın, burada 2 mənfi arxa-arxaya olduğu üçün mənfi 7 elə qoy yazım göz önündə olsun. Plus 8. Baxın, biri mənfi, biri müsbət olub toplandıqda böyükdən kiçiyi çıxırıq. Böyüyün işarəsini yazırıq. Böyüyümüzün işarəsi müsbətdə deyə müsbət alınacaq. 8-dən 7,3-ü çıxıram, qalır 0,7. Yəni, hər kəsin düşdüyü o yanlışa düşüb. Tam hissəni mənfi 7, kəsir hissəni isə 0,3 götürmək olmaz. Hesablamaq lazımdır. Belə hesablaya bilmirsən, ədəd oxu çək, ədəd oxu üzərində göstər. Yəni, özünə göstər, heç kəsə göstərməyə ehtiyacın yoxdur. Özünü tapmaq üçün asanlıqla bunu eləyə bilərsən. İstəyirəm bir neçə misal nümunəsi göstərim. Sizə daha aydın olsun. Məsələn, kök altda 11 ədədi. Yəni, mənfi ədədi göstərdim. Amma bu formada ədədi göstərmədim. Bu, istər toplu olsun, istərsə də əlavə sınaqlar olsun, qarşımıza çox çıxacaq. 11 ədədi hansı kök çıxan iki ədəd arasında yerləşir? 9 və 16. 9-dan 3 çıxır, 16-dan 4.
Baxıram ki, yəni bu aradadırsa, bunun kökü təxminən 3 tam neçəsə olacaq. Yəni atıram 3,2 olsun. 3,2-yə mən tam hissə təbii ki də 3-ü götürəcəm, çünki 4 artıq ondan daha böyük olur. Tam hissəsi oldu 3. Kəsr hissəsini tapmaq istəyirəm. Kəsr hissə kök altda 11 bərabərdir. Kök altda 11 çıxılsın 3. Əgər 11 mənfi olsaydı, yəni kök altda mənfi 11, mənfi kök altda 11 olsaydı, nə edəcəkdim? Bu zaman baxın, kök yenə mənfi 3 və mənfi 4 olur. 3 ilə 4-ün arasında yenə yəni heç bir fərq yoxdur. Sadəcə olaraq bu zaman mənfi 3 ondan böyük olacaq. Mən mənfi 4-ü götürürəm tam hissə olaraq. Yəni tam hissə mənfi kök 11 bərabərdir mənfi 4. Kəsr hissə nə olacaq? Gəl hesablayaq. Bərabərdir. Mənfi kök altda 11 çıxılsın mənfi 4. Bura müsbətə çevriləcəyi üçün sadəcə səliqəyə salmaq məqsədi ilə 4 çıxılsın kök 11 yazıram. Yəni düşünməyin ki, müəllim mən 11 üstə gəlinsin 4 aldım. Cavab niyə belə olmur? Mən sadəcə yerlərini dəyişmişəm. Yer dəyişmə xassəsindən istifadə eləyərək mənfi 11 ilə müsbət 4-ün yerini dəyişmişəm. Bunu görüb də əsla qorxmayın ki, mən bunu aldım, bu niyə belədir? Əlavə olaraq istəyirəm ki, sizi çaşdıra biləcək, yəni bu tipli bir məsələdir. Bu rəngdən xoşum gəlmədi. Bunu silim. Deməli, 2 kökün altında 7 ədədi olsun. Bunun tam və kəsr hissəsini tapmaq lazımdır. Müəllim, tam hissəsi 2-dir. Xeyr, deyil. Deməli, nə edirəm? 2-ni salıram kök işarəsinin daxilinə. 2-nin kvadratı 4, vururam 7-yə, elədi 28. İndi isə asanlıqla hesablaya bilərik. 28 hansı iki ədədin arasında yerləşir? 5 və 6-nın. 6-nı götürə bilmirəm, çünki 28-dən böyükdür. 5-i götürürəm. 28-dən böyükdür dərkən kök altda 28-dən böyükdür. Kök altda 28-dən 5-i çıxaraq tapıram bunun kəsr hissəsini. Bu olur kəsr hissə. Bəs yaxşı, bu formada bir ədəd olarsa, kök altda 11 çıxılsın 2 deyək. Baxın, bunun tam hissəsi nədir? 11 bayaq dediyimiz kimi 3 ilə 4-ün arasında 3 tam neçəsədir? 3,2 götürmüşdüm bayaq, ondan davam edirəm. 3,2-dən 2 tamı çıxdım, qalır 1,2. Deməli, bunun tam hissəsi oldu 1 tam. Deməli, gəlirəm, tapıram kəsr hissəsini. Bir saniyə. Bunu sabit saxlaya bilsəm. Deməli, kəsr hissə 11 çıxılsın 2 bərabərdir. Ədədin özü 11 çıxılsın 2 çıxılsın onun tam hissəsi. Eləyir 11 çıxılsın 3. İndi sizə bir də ipucu verim. Belə bir şey deyim. Məsələn, mən 11 alsam. 11-in bayaq yazmışdım. Əvvəlki hissədə qaldı. Yenidən yazıram. 11-in tam hissəsi 3-dür. Kəsr hissəsi 11 çıxılsın 3-dür. Baxın, oxşarlığı görürsünüz. Oxşarlıq deyil, bərabərlikdir. Görürsünüz, eyni şeydir. Deməli, mən nə edə bilərəm bu tip misallarda? Kök altda 11 çıxılsın 2 deyil. Bu 2-ni atıram. 2 gedir. Mən sadəcə 11-in tam hissə, kəsr hissəsini tapıram. Eləyirmi? 11 çıxılsın 3. Da bunu yenidən izah eləmirəm. 3 hardan gəldi, necə oldu? 2 dəfə izah eləmişəm öndə. Baxın bu formada. Məsələn, olsaydı kök altda 29 çıxılsın. Mən 4 yazıram. Nə edəcəm? 4 silinir. 29-un kəsr hissəsini tapıram. Necə idi? 29 hardadır? 5 ilə 6-nın arasında. 29-a yaxın olan 5-dir deyə yazıram. Kök 29 çıxılsın 5 bu formada. Yəni hesablama qaydasına, yəni yuxarıda göstərdiyim qayda ilə 29 çıxılsın 4-ü də hesablayıb gəlsəz, nəticədə yenə bu alınacaq. İndi izah eləyin ədədi orta. Ədədlərin cəminin onların sayına bölünməsi. Tutalım ki, deyir ki, bir qrupda 5 nəfər şagird var. Bunların yaşları 10, 12, yenə 10 olsun.
bir də 14 olsun, 5 nəfər. Düzəldimi? Bir də 15 nəfər olsun. Bunların qrupun orta yaşı neçədir? Bu necə yuxarı çıxdı? Deməli, toplayacağam hamısını. Sadəcə bu aradakı ifadə toplayacağam və böləcəm 5-ə. Deməli, götürdüyüm rəqəmlər elə də yaxşı olmadı. Bunu bir eləyim. Bölünə bilsin. Deməli, 21, 31, 45, üzərinə də 15 gəldim, elədi 50. 50 bölünsün 5 bərabərdir 10. Deməli, qrupdakı şagirdlərin orta yaşı neçə imiş? 10 imiş. Yəni, qayda olaraq sadəcə deyirik ki, verilmiş ədədlərin cəminin onların sayına bölünməsinin standart şəkli. Standart şəkil tutalım ki, müəyyən bir K ədədi olsun, A vurulsun, 10 üstü n şəklində ifadə eləyək. Burada unutmuruq ki, A 1-dən böyük bərabər, ondan isə kiçik bərabərdir, n isə tam ədəddir. Tam ədəd. Nə oldu? Deməli, bir neçə nümunə göstərim. Tutalım ki, mənə verilib 2500, biraz daha 0 əlavə eləyim, 2500 ilə dayanmayım. Deyir, bunu standart şəklə çevir. Məsələn, yuxarıda qeyd elədiyim bir dənə qaydanı yada salaraq, bunu 2,5 vurulsun 10 şəklinə gətirirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni, mənim vergül qoyduğum yerdən o tərəfdə 8 rəqəmi olduğu üçün onu geri gətirməliyəm. Ona görə yazıram 10 üstü 8. Yəni, qətiyyən buna 25 vurulsun 10 üstü, sıfırların sayı neçə idi? 4, 6, 7 yazmırıq. Tamam mı? Bu olmaz. Çünki 25-ə baxın, ondan böyük olur. Mən yuxarıda nə qeyd eləmişəm? Ədəd ondan kiçik olmalıdır. Yəni, ədədin qiymətli hissəsi ondan kiçik olmalıdır. Tam hissəsi, daha doğrusu tərtib hissəsi fərqli ola bilər. Yəni, ondan kiçik, ondan böyük. Bununla bizim problemimiz yoxdur. Sadəcə olaraq bizim diqqət eləməli olduğumuz şey qiymətli hissənin ondan kiçik, birdənsə böyük olmasıdır. Tutalım ki, bizə verilib bu formada ədəd. Sıfırları çox yazıram, sonra da saya bilmirəm. Deyir, bunu standart şəklə çevir. 5,2-ni yazdım. Mən vergülü hardan atmışam? Buradan. Vergüldən əvvəl, yəni vergülün yerini nə qədər dəyişmişəm? O qədər sayıram. Buradaydı. 1, 2, 3, 4, 5 vahid sağa sürüşdürmüşəmsə, mən geri qayıtmalıyam. Sola qayıtmalıyam. Sola gəlmək üçün mənfi. Baxın, burada yuxarıda mən vergül normalda burada olur da. Biz tam görürük. Arxasında burada tamlar var. Bu heç. Burada ədədin ən sonunda olduğunu bilirik öz yerində. Mən nə etmişəm? Vergülü götürüb 8 rəqəm sola gətirməliyəm. O vergül nə etməlidir özü? Sağa qayıtmalıdır. Sağa qayıtmalı olduğu üçün müsbət. Burada sola gəlməli olduğu üçün isə mənfi ilə işarə eləmişik. Bu. Məncə əlavə bir şey qalmadı. Bu qədər kifayətdir. İnşallah test izahlarında daha dərindən öyrənəcəyik. Yəni bir izahda hər şeyi yazmaq, hər şeyi qeyd eləmək olmur. Hər şeyi öyrənmək üçün bu ipuclarından, bu izahda öyrəndiklərimizdən özümüz üçün qeyd götürürük. Testlərdə isə tətbiq eləyib daha çox test işləyə bilirik. Sağ olun, salamat qalın.